gedir. İlham Əliyevə gedir. Biz deyirik, Rövnə Abdullevlə görüşüb, bizi qəbul edər. O günündən qabaqda gəlinib, yazılıb siyahıya, hələ də çağırılmayıb. İndi biz ona çalışırıq, istəyirik, qəbul eləmirik. Niyə gəlmirik? Sən bilirdin bura yanır axı. Havanı bir həftə qabaq bilirlər. Havanı bir həftə qabaq bilirlər. Solanda çıxırıq, gəlmirik şəhərə, deyirik, gün küləkdir. Çölə çıxmayaq, yol götürək, yağışdır. Və buna niyə fikirləşməyib o? Bilmirik kimə müraciət eləyək. Ancaq bizə bir yol göstərsinlər. Biz bax müraciət eləyək, bilsinlər. 80 yaşlı ananın gözləri yoldadır, ölürəm. Bunu yuxarıda olanlar qoy bilsinlər, başa düşsünlər, anlasınlar. İnqilabın 80 yaşlarının gözü yaşlıdır. O sonra tələb eləyəcək ki, bu niyə olubdur? Niyə olmağı? Kim günahkardır? Biz indi hal-hazırda güclü axtarış istəyirik, əvvəlki kimi. İndi yoxdur. Qərargaha zəng edirik, deyirik bir nəfər. Bura gəlirik, deyirik 4 dənə vertolyot çıxıb. Heç nə, Allahın umuduna qoyublar. Xaricdə axtarış aparmırlar, ancaq öz sularımızdadır. İcazə vermirlər xaricdə axtarış aparmağa. Başqa da umud Allaha qalıb. Yəni bizlik bir şey yoxdur. Onlar nə dedilər sizə? Deyir, bizlik bir şey yoxdur, ancaq umud Allaha qalıbdır, gözləyin. Öz tərəfimizdə axtarışlar gedir. Yəni, axırıncı adam tapılana kimi axtarışları davam elətdirəcəyik biz. Yenə də deyir, ümid Allahadır. Yenə ümid Allahadır. Bəs digər ölkələrlə bağlı bunlar hər hansı danışıq aparıblar, o barədə nəsə deyiblər sizə bir şey? Yəni, deyir, Xarici İşlər Nazirliyinə xəbərdarlıq eləmişik, yəni xahiş eləmişik ki, onlarla danışıq aparsınlar. Sonra nəticəsini açıqlayacaq nə oldu. Türkmənistana demişik, məktub göndərmişik. Bizə cavab gəlməlidir, 5-ci gün göndəriblər, cavab gəlməlidir. Biz də gözləyirik, görək. Xeylisi. Biz Allah'a qurban olaq. Allah köməyimizi çalsın. Allah köməyimizi çalsın. İndi ayın axırına Rövnə Abdullayevlə də görüşülədir. Nə vaxtda təyin olunub görüş? Günü təyin olunmuyor, ayın axırına kimi olmalıdır.